Xalqın sarsılmaz birliyinin fonunda bir də dəyişməyən fərdi ağrılar var. Şəhid bacısının 36 illik sönməyən niskilindən tutmuş, bir gecədə saçları ağaran anaların fəryadına qədər hər şey bir ünvanda birləşir. Şəhidlər Xiyabanında. Bura sadəcə bir məkan deyil, yarımçıq qalmış minlərlə arzunun sükuta qərq olduğu yerdir. Əməkdaşımız Vurğun Mədətov həmin sükutun, həmin yaddaşın izinə düşüb. ...1990-cı il 20 yanvar gecəsi və sonraki günlərdə xalqın ölkənin istiqlalı uğrunda canını sipər etməsi o zaman bütün dünyanın diqqətini məhz Azərbaycana çəkmişdi. Bugün şəhidlərimizin uyuduğu bu şəhidlər xiyabanı müstəqil Azərbaycan tarixinin ən şanlı və ən qanlı tarixinin simvolu hesab olunur. Bura Azərbaycan adı uğrunda mübarizə aparıb, şəhadətə yüksələnlərin ziyarətgah yeridir. Şəhid qardaşını ziyarətə gələn Səda Ələkbərzadə çətinliklə də olsa o günləri xatırlayır. 23 yaşlı Azər Ələkbərovun Əliyalın Sovet qoşununun qarşısına çıxdığı gecəni. Elə prospekt, Tiflis prospektində meyitləri görəndə, qan, gülləri görəndə artıq mama dedi ki, Azər sağ deyil. Mamanın saçını bir gecədə ağardığını gördüm. Bir gecədə. Yəni ki, çox çətin bir şeydir. 23 yaşında tələbə, xəstə olmayıb, yəni ki, arzuları çox, ümidsiz. Sovet ordusunun Bakıda vəhşicəsinə öldürdüyü qəhrəmanların dəfn mərasimi də ən ağır günlərdə xalqın birliyinin və qorxmazlığının nümayiş oldu. Faktiki olaraq vətəndaşı olduğu ölkənin hərbiçiləri tərəfindən güllə baran edilən şəxslərin harda və necə dəfn olunacağı sualına cavab tapmaq çətin idi. Təhlükəli vəziyyətin davam etməsinə baxmayaraq xalqın qətiyyəti öz işini gördü. O dövrü xatırlayıram mən. Biz gəlib burada Şəhidlər Xiyabanının qazınmasında, buranın dəfnində uzun müddət biz iştirak eləmişik. Bu şəhidlərin cənazələri götürüldü, yuyuldu, qusul kəfən oldu və toparlandı Azadlıq meydanına. Azadlıq meydanında isə Rus helikopterləri uçurdular, damlara pulemyotlar qoymuşdular. Burada fövqəladə vəziyyət elan olunmuşdu, amma heç zərrə qədər əhaliyə təsir eləmirdi. Xalq ancaq şəhidlərinin ləyaqətli dəfinini məşğul idi, onların mərasimləri ilə məşğul idi. Bu günlərdə xiyabana üst tutan ziyarətçilərin böyüyündən kiçiyinə qədər hər kəsi eyni amal və düşüncə birləşdirir. Burada uyuyanlara Azərbaycan adı üçün borcluluq və minnətdarlıq hissi. 1918-20-ci illərdə Azərbaycan xalqına qarşı Bakı şəhərində və Azərbaycanın digər bölgələrində törədilən cinayətlər nəticəsində xalqımızın övladları burada dəfn olunur. İndi artıq 36-cı ildir ki, biz bu yerə müqəddəs bir məkan olaraq hər il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının bütün nümayəndələri ziyarətə gəlir və Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyündə canından keçmiş insanların xatirəsini yad edir və nə qədər Azərbaycan varsa, bu məkan həmişə yaşayacaq. Müxtəlif illərdə bu məkan Çəmbərən kənd qəbirstanlığı, Dağüstü park, Kirov parkı kimi adlansa da, bugün müstəqil Azərbaycanın ən müqəddəs məkanı statusundadır. Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər.